Allah bütün yaxşı oğlanlara içərini görmək nəsib eləsin. Təsəvvür edin ki, bir dənə yeniyetmə dostunun anasına siqaret oğurlayır və məktəbin arxasında digər şagirdlərə satır. Çantasında marihuana gəzdirir. Anasının maşınını oğurlayır, gecələr sürür. 12 yaşında təsəvvür edin, evdə təhlükəsizlik sistemi necəsə qırır ki, gecələr rahat evdən çıxsın və bunu valideynləri bilməsin. Yəni belə bir yeniyetmə görsəz nə düşünərsiniz? Bir Azərbaycanlı olaraq, bizim mentalitetimizə uyğun olaraq hamımız düşünərik ki, bu tərbiyəsiz uşaqdır, bundan əlimizi üzərik, cəmiyyətə təhlükəlidir, yəni pozulmuş biridir. Amma Amerikada və ümumiyyətlə qərb ölkələrində bu cür yeniyetmələrdən, ümumiyyətlə insanlardan belə rahatlıqla vaz keçmirlər. Yəni görəndə ki, kimsə düz yolda deyil, düzgün olmayan vərdişləri var, əksinə çalışırlar ki, onu cəmiyyətə qaytarsınlar. Universitetdə 2-ci kursda oxuyanda biz criminal psychology keçirdik, yəni kriminal psixologiya və mənim ən çox diqqətimi cəlb edən o oldu ki, orada çoxlu araşdırmalar oxuyurduq ki, məsələn, hansı ərazidə, hansı tip insanlar daha çox cinayətə meyilli olur və s. Bunun paralelində o insanları cəmiyyətə qaytarmaq üçün hansı metodlardan istifadə etmək lazımdır? Türmədə, ədliyyə sahəsində çalışan psixoloqlar hansı metodlardan, texnikalardan istifadə etməlidir ki, cinayətkar yenidən o cinayətə, o pis vərdişlərinə qayıtmasın? Və bunu oxuyan və bu haqda oxuyanda mənə o qədər diqqətimi cəlb elədi ki, necə insanlardan rahatlıqla vaz keçmirlər. Yəni əllərini üzmürlər insanlardan. Onlar reabilitasiya mərkəzlərinə yerləşdirirlər və s. ilaxır. Amma biz çox rahatlıqla insanlardan vaz keçirik. Mən özüm də eləyəm, amma məndə də o mentalitet, o düşüncə yəni canıma hopub. Düzdür, oxuduqlarımdan, təhsil alandan sonra bunu dəyişməyə çalışıram. Amma şuur altında olan o ana fikir, yəni böyüyüb boya başa çatdığım cəmiyyətdən almışam. Və o yeniyetmə gənc böyüyüb bilirsiniz kim oldu? Hal-hazırda dünyada kitabları bestseller olan ən məşhur yazıçılardan biri oldu. Mark Manson. Biz amma nə deyirik?